Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. İkinci qrupların 2023-cü il üzrə keçirilmiş birinci cəhd imtahanının blok imtahanının suallarına baxırıq. İlk sual üslü bərabərsizliklərə aiddir. 3-cü dərəcədən kök altda 2, 2 üstü 3-də 1 deməkdir. Bunun da qüvvətində 5 çıx 2x böyük deyil 2 üstü mənfi 3-dən. Burada əsaslar eyni olduğu üçün 5 çıx 2x bölünsün 3 böyük deyil mənfi 3 alırıq. 5 çıx 2x böyük deyil mənfi 9, mənfi 2x mənfi 14-dən böyük deyil, x 7-dən kiçik deyil. Burada mənfi 2-yə bölürük deyə ortada işarə əksinə dəyişəcək. A və B natural ədədləri üçün 5A çıx 4B modulu ən kiçik qiymət alırsa, deməli modulun ən kiçik qiyməti 0 olur. Buradan 5A bərabər 4B yazırıq. A 4K, B 5K olacaq. Kəsrin ən böyük qiymət alması üçün, mən burada A və B-yə ən kiçik ədədləri natural ədəd yazmalıyam. A-nı 4, B-ni 5 yazacağıq. 72/9 cavab 8-dir. Üçüncü sualda ibtidai funksiyasının ümumi şəklini tapın deyir. 10x üstü 9 üstəgəl 3 inteqralı nəyin törəməsi 10x üstü 9 eləyir? X üstü 10, nəyin törəməsi 3-dür? 3x və sabit c. Doğru cavabı olacaq Y variantı. Dördüncü sualda beta kör bucaq, qamma açıq bucaqdır. Qamma 180 dərəcədir. Deməli, alfa üstəgəl beta bərabər 180 burada yazsaq 120 dərəcə alır. Beta kör bucaqdırsa, deməli beta bərabərdir 120 çıx alfa yazsaq, kör bucaq 90 ilə 180 dərəcə arasında olacaq. Buradan hər tərəfdən 120 çıxsaq, hər tərəfdən 120 çıxırıq. Mənfi 30, müsbət 60 arasında olur. Mənfi 1-ə vuranda deməli alfa 30-dan kiçik, mənfi 60-dan təbii böyükdür, bucaqdır. Alfa 30-dan kiçikdirsə, ən böyük tam qiyməti 29 olacaq. 5-ci sualda şərtini ödən x, y qayda ədədlərinin hasilini tapmamızı istəyir. Biz burada tam kvadrat ayıra bilirik. Çıx 2x üstəgəl 1. Üstəgəl y kvadrat üstəgəl 4y üstəgəl 4 0. X çıx 1-in kvadratı üstəgəl y üstəgəl 2-nin kvadratı 0. Kvadratlar cəmi 0-dırsa, deməli x müsbət 1, y mənfi 2-dir. Hasili olacaq mənfi 2. Bu sual üçün şagirdlər sizə bir maraqlı üsul deyim. Həm x, həm y olanda kvadratlandırsa əgər, baxın, belə bir kvadrat tənlik kimi baxıb bu ifadəyə, tam kvadrata ayırmaq ağlınıza gəlməsə, düzdür? O ağlınıza gəlməsə inanmıram, heç bu da ağlınıza gələ, daha çətin üsuldur bu, amma tam kvadrata ayıra bilməyəndə maraqlı üsuldur. A 1-dir, B mənfi 2, C isə y kvadrat üstəgəl 4, y üstəgəl 5-dir. Bu x-ə görə kvadrat tənliyi olduğu üçün diskriminant b kvadrat çıx 4 vur a vur c-dir. Bu müsbət olmalıdır. Buradan 4-ü ortaq çıxartsaq 1 çıx y kvadrat çıx 4y çıx 5 müsbət olmalıdır. Deməli, mənfi y kvadrat çıx 4y çıx 4 müsbətdir. Mənfiyə vurduqda kiçik və ya bərabər 0 alırıq. Nə almış olduq? Deməli, y üstəgəl 2-nin kvadratı 0-dan kiçik və ya bərabər, yalnız 0-a bərabər ola bilər, y mənfi 2-dir. Elə misallar olur ki, orada tam kvadrat ayıra bilmirik, amma diskriminant üsulu orada bizim üçün faydalı ola bilər. Diametri AC olan çevrədə AMB qövsü 6 pidir, BNC qövsü 2 pi. Deməli, bu yarım çevrənin uzunluğu 8 pidir. Bu yarım çevrədə 8 pi olacaq. Onda çevrə uzunluğu 2 pi 16 pidir. Deməli, radius 8-dir. 7-ci sualda loqaritma 3 əsasdan 9 üçün kvadratı kök 3 də 3 üstü 2-də 1-dir.
Buradan loqaritma 3 əsasdan 3 üstü 2-də 5 yazırıq. Buradan 2-də 5 gəldi qarşıya, cavab A variantı. 8-ci sualda sonsuzluqda limit hesabladıqda ardıcıllığın limitində qüvvəti ən böyük olanları saxlasaq, biz cavabı tapa bilərik. Bu da 3n bölü 2n, cavab 2-də 3-dür. Həll tələb olunan sual olsa, hər tərəfi n və yaxud da kök altı n kvadrata bölürük. Alırıq limit n sonsuzluqda kök altda 9 üstəgəl 1 bölü n kvadrat çıx 9 bölü n bölünsün 2. 1 bölü n kvadratın limiti 0, 9 bölü n limiti 0. Kök 9 bölü 2 cavab 2-də 3. MD'ni 11 kök 2 verib, AK'nı 6 verib, BK'nı tapmamızı istəyir. Burada bir dənə əlavə məlumat. ADM bucağı ilə MDS bucağının bərabərliyidir. Yəni, MD diagonalın bir hissəsidir. Biz bunu axıra qədər uzatsaq, diagonal olacaqdır. Burada biz M-dən aşağı perpendikulyar çəksək, bura 45-45 olduğu üçün 11-11 olacaq. Əgər buradan, baxın, burada 45 olduğundan burada 45'dir. Mən buradan perpendikulyarı bura çəksəm, bir dəqiqə, rəngi dəyişək. Baxın, bura 45 dərəcədir. Biz buradan bura hündürlük çəksək, bu hissə 11 eləməlidir. Çünki bura 11'dir. Onda bura 5 qalır. 45 dərəcə olduğu üçün burada 5'dir. 45-45 olduğu üçün bu düz bucaqlı üç bucaqdır. Bərabər yanlıdır. Burada 5'dir. Deməli, kvadratın tərəfi BK-nı istəyir. 5-5 cavab 10'dur. Kvadratın tərəfi 16 olasıdır. Mərkəzi 3 mənfi 2 olan nöqtədə K bərabər 2 əmsallı homotetiya ilə 3 mənfi 2 mərkəzli A mənfi 2 mənfi 1 nöqtəsi çevrilir A1 XY nöqtəsinə. Homotetiya əmsalı tərifə görə şagirdlər A1 O parçasının AO parçasına nisbətidir. Bu da 2 verir. Deməli, bu orta nöqtədədir. Çünki məsafələr eynidir. Yəni, bura mən 2x yazanda, bura 1x düşəsidir. Belə çıxır ki, x üstəgəl 3 bölü 2 mənfi 2'dir. Y üstəgəl mənfi 2 bölü 2 mənfi 1'dir. X'i buradan mənfi 7, y isə 0 tapır. Doğru cavab C. Kompleks ədədin modulunu tapmamızı istəyir. Şagirdlər 2 çıx i kubunun modulu. Düzdür, artıq kompleks ədədin modulunu proqramdan çıxartdılar. Bu ildən siz sadəcə kompleks ədədlər üzərində əməllərə baxacaqsınız. Kubunun modulu modulunun kubuna bərabərdir. Bu da kök altda 4 üstəgəl 1'in kubu deməkdir. Cavab 5 kök 5 olacaq. Konusun doğranı 2 kök 2, ox kəsiyinin təpə bucağı isə 90 dərəcədir. Oturacağının sahəsini tapmamızı istəyir. Bura radius desək. Bura 45 dərəcə düşür. Biz buradan hündürlük çəksək əgər. Bura h, bura r. H və r bərabər olur nəyə? Kök altda 2'yə. Üzr istəyirəm. 2 kök 2 böl kök 2 2'yə. R oldu 2. Oturacağın sahəsi isə pi vur r kvadrat 4 pi olacaq. D variantı. Paralelogramın tərəflərindən böyüyünü verib 20, hündürlükləri isə 12 və 16'dır. Biz bilirik ki, böyük tərəfə çəkilmiş hündürlük daha kiçikdir. Kiçiyə çəkilmiş hündürlük isə böyükdür. Və paralelogramın sahəsi tərəflə hündürlük hasilinə bərabərdir. Buradan 4'ə ixtisar aparsaq 4 3, 4x 60'dır deyə x 15 olacaq.
14-cü sualda malın qiymətini əvvəlcə 40% azaltsaq, bu 100% ilk qiyməti düşünsək, 40% azaltdıq oldu 60%. Alınan 60% qiyməti də o 50% ucuzlaşdırırıq. 60-ın 0,5-ini çıxırıq, qalır neçə faiz? 30%. İndi deyir ki, yeni qiyməti 25% bahalaşdırırıq. 30%-in üzərinə 30-un 25%-ini gəlsək. 7,5 gəlirik deyə 37,5 olur. 100%-dən 37,5-ə düşüb 62,5% oldu. 62,5% duzlaşmış olur. 15-ci sualda şagirdlər C vektorunu koordinatlarını x, y yazsaq, A vektoru -1, 4'dür deyə. A vur C skalyar hasili -1 vur x üstəgəl 4 vur y 2'dir. B vur C ise x, y yazdıqda burada 4 vur x çıx 1 vur y 7'dir. Tənliklər sistemindən x, y uzunluğunu tapmamızı istəyir. Biz yuxarıkini 4'ə vurub, -4x üstəgəl 16y 8, 4x çıx y 7 yazsaq. Tərəf-tərəfə topladıqda 15y 15'dir deyə y-i 1 tapırıq. Y-ə 1 yazdıqda x-i də 2 tapacaq. Deməli C vektoru 2, 1 komponentləridir. Modul C tələb olunur. 4 üstəgəl 1 kök altda 5 olacaq. 16-cı sualda düzgün kəsik piramidanın oturacaqlarını xarici çəkimi çevrən radiusların verib. Şagirdlər, baxın, burada biz piramidanın neçə bucaqlı olmasının heç bir önəmi yoxdur. Mən görünüşü rahat olsun deyə 4 bucaqlı piramida çəkirəm. Kəsik piramid. Bunun oturacağının xaricinə yuxarıda da çevrə çəkdik. Aşağıdakı oturacağını da xaricində çevrə düşün. Radiusları 10 və 25'dir. Baxın. Hündürlük 8'dir, yantili tapmamızı istəyir. Diqqət eləyin, buradakı düzbucaqlı trapesiya görünür. Bunun həlli üçün biz nə edirik? Buradan hündürlük çəksək əgər, bura 8, bura 10, deməli bura 15 qalır. Pifagor teoremi ilə eli 17 tapırıq. Şagirdlər, deməli, bütöv piramidalarda, baxın, bütöv piramidalarda hündürlüklə yantili birləşdirən katet böyük yerdir. Kəsik piramidalarda isə hündürlüklə yantili birləşdirən yuxarıda və aşağıdakı oturacaqların radiuslarıdır. Burada bir məsələ də var. Məsələn, bütöv piramidada hündürlük və apofem olduqda kiçik yerdir. Kəsik piramidada isə hündürlüklə apofem düzbucaqlı trapesiyanın tərəfləridir. Oturacaqlar burada kiçik oturacağın və böyük oturacağın daxili çevrə radiusları olur. Bu şəkildə düzbucaq, üçbucaq və düzbucaq trapesiyadan məsələlər həll oluna bilər. İrasional tənlik verilibdir. 10 üstəgəl y, kök altda 20 çıx, 10 çıx y. Köklərinin kvadratlar cəmini tapmamızı istəyir. Biz bu şəkildə kvadrata yüksəlsək, şagirdlər, burada ədədlər daha da mürəkkəbləşəcək. Ona görə bu 10 çıx y-i sola keçirdib kök 20'yi yazır. Kvadrata yüksəltsəm, birincinin kvadratı üstəgəl ikincinin kvadratı üstəgəl birincinin ikinciyə hasili 100 çıx y kvadrat 20'dir. Y-lər gedir, buradan 2 vur 100 çıx y kvadrat 0 alır. Deməli, y kvadratı 100'ə bərabərdir. Biri -10'dur, biri müsbət 10'dur. Kvadratlarının cəmi 100 üstəgəl 100, 200 olacaq. Biri digərinin alt çoxluğu olmayan A və B çoxluqları dedikdə biz Euler-Venn dairəsini bu şəkildə çəkirik. Kəsişmənin 4 elementi var, birləşmənin 12 elementi var.
B-nin ən çox neçə elementi olduğunu tapmaq üçün mən A-ya minimum 1 yazacağam. Bura 0 yazsam yalnız A-ya. Onda AB-nin çoxluğu olar. Ona görə bura 1 yazıram. Deməli, bura qalır yalnız B-yə, yəni B çıx A-ya qalır 7 element. B-nin olur 11 element. 19-cu sualda funksiyanın törəməsinin tapılmasıdır. Burada kəsrin törəməsini tapmaqdansa parçalı şəkildə yazıb x üstü mənfi 2 üstəcə x üstü mənfi 1 yazıb. Törəmə bərabərdir. Mənfi 2 vur qüvvətin 1/2, mənfi 1 vur qüvvətin 1/2 yazırıq. F törəmə 1-i istədiyi üçün mənfi 2 vur 1 çıx 1 vur 1 yazıram. Qüvvətləri zaten 1 eləyəcək. Ona görə cavab mənfi 3 olur. 20-ci sualda x çıx 2 vur x çıx 6 sıfırdan kiçik deyil. Modulda x çıx 2 7-dən böyükdür. İntervalı çəkdikdə 2, 6 kökləri daxildir. Müsbət, mənfi, müsbət. Burada isə 2 qat bərabərsizliyi həll eləsək, hər tərəfi 2 əlavə eləyəndə mənfi 5 ilə 9 arasında olacaq. Bura mənfi 5, bura 9. İndi burada bu 2, bizdən müsbətlərin istəmişdi birincidə. Burada isə kiçik 7-ni. Bu ikisinin kəsişmə nöqtəsi hara düşür? Mənfi 5-dən 2 tam ədədinə, 6-dan 9-a qədər. Tam həllərinin sayını istəyirik. Fikir verək. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 6, 7, 8, 4, 7, 10 dənə qiyməti var. 21-ci suala baxaq. Şagirdlər, burada kotangens alfa çıx beta verilib. Biz buradan 1 böl tangens alfa çıx beta yazsaq, tangens alfa çıx beta'nın da düsturu tangens alfa çıx tangens beta bölünsündür deyə yuxarıda yazacağım. 1 çıx tangens alfa üstəcə tangens alfa tangens beta. Bu toplananın əvəzinə yazıram. Tangens alfa çıx tangens beta vurulsun. 1 üstəgəl tangens alfa vur tangens beta böl tangens alfa çıx tangens beta. Çıx tangens alfa tangens beta üstəcə baxın bu tangens alfa 1 böl kotangens alfadır deyə olacaq kotangens kvadrat alfa. Fikir verin bunlar ixtisar olundu. Qaldı nə? 1 üstəcə tangens alfa çıx tangens alfa tangens beta. Yəni bu tangens alfa tangens beta ilə tangens alfa tangens beta islah olundu. Qaldı 1 üstəcə kotangens kvadrat alfa. Bu da əsas eyniliyə görə 1 böl sinus kvadrat alfa deməkdir. Burada trigonometrik tənlikdir. Maraqlı tənlikdir şagirdlər. Diqqət edin, bu ifadə bizə 2 sinus kvadrat 3x-i verir. Şagirdlər öyrəşiblər. Burada sinus kvadratları ixtisar etməyə, amma doğru deyil. Nə etmək lazımdır? Sola keçirdib sinus kvadrat 3x-i ortaq çıxartmalıdır. Hətta 2 dənədir. Onda qalacaq 2 kosinus 3x çıx 1, 0. Sinus 3x bərabərdir 0-dırsa, buradan 3x-i tapırıq ki, pk-dır. Tənliyin 1 kökü pk böl 3-dür. İkinci kosinus 3x alırıq ki 2-də 1-ə bərabərdir. Bu da o deməkdir ki 3x müsbət mənfi arq kosinus 2-də 1 üstəgəl 2 pi k-dır. 3-ə də böldük. Pi böl 9 üstəgəl 3-də 2 pi k. Cavab olur B variantı. 23-cü sualda müstəvini kəsən B parçasının A və B ucundan və M nöqtəsindən paralel xətlər çəkilmişdir. Baxaq, gəlin qıraqdan çəkəcəm. Bu müstəvini burada çəkək. Buradan E deməli kəsib keçibdir. Buradan paralel xətlər çəkib A1 6-dır. MM1
9'dur. B1 parçasının uzunluğunu istəyir. Şagirdlər, bu orta nöqtə dediyi üçün biz burada hazır düsturlar demişdik ki, əgər müstəvini kəsirsə orta nöqtəsi buradan B və A məsafədədirsə x bərabərdir B çıxa bölü 2'dir. Yəni 9 bərabərdir x çıxa 6 bölü 2, x'i 24 tapırıq. Amma düsturu unuduruqsa, düstur yadımızda qalmırsa, paralel xətt çəkdik. Bura 6 olur. Yəni burada üçbucaq yaratdıq. Burada 6 olur. Orta xətt oldu neçə? 15. Orta xətt 15-dirsə, deməli uyğun tərəf 30'dur. Onda x-ə qalır neçə? X-ə 24 qalır. Növbəti suala baxaq. B11'i veribdir. B'ni 11 verib. B üstü 4 üstəgəl 4 böl. B kvadrat üstəgəl 2B üstəgəl 2 ifadəsinin qiymətini istəyir. Biz şagirdlər sadələşdirmə aparmalıyıq əvvəlcə. 11 üstü 4'ü hesaplamaq 121'in kvadratı kifayət qədər vaxt alır. Buradan B kvadrat üstəgəl 2'nin kvadratı çıx. 2 vur B kvadrat vur 2 yazır. Nə alacaq? B kvadrat üstəgəl 2'nin kvadratı çıx. 2B'nin kvadratı. Bu da bərabərdir. B kvadrat üstəgəl 2 üstəgəl 2B. B kvadrat üstəgəl 2 çıx 2B. Deməli B üstü 4 üstəgəl 4'ün əvəzində B kvadrat üstəgəl 2B üstəgəl 2 vur. B kvadrat çıx 2B üstəgəl 2 yazıb. Məxrəcdə də B kvadrat üstəgəl 2B üstəgəl 2 yazdım, ixtisar elədik. Nə aldıq? B vur B çıx 2 üstəgəl 2. Buradan 11 vur 9 üstəgəl 2. Cavab 101 olacaq. Verilmiş üçbucaqda A kvadrat üstəgəl B kvadrat C kvadratdırsa, deməli bu bucaq 90 dərəcədir. Kosinus alfa 7 böl kök 58'dirsə, baxın alfa bucağına bitişik katet 7K, hipotenuz kök 58K'dır. Buradan A'nı Pifagor teoremi ilə necə tapacağıq? 58K kvadrat çıx 49K kvadrat. Deməli A kvadrat 9K kvadratdır. Deməli A'ya 3K düşür. Yəni 4 vur 7K çıx 3K. Bölünsün 3K üstəgəl 7K. 25K bölünsün 10K. Cavab 2,5 andır. Simmetriya oxu mənfik olan parabolanın təpə nöqtəsi apsis oxu üzərindədir. Deməli şagirdlər, x kvadratın əmsalı 1'dir deyə qollar yuxarıdır. Simmetriya oxu mənfi 2'dir deyə, baxın bu x bərabər mənfi 2'yə nəzərən parabola simmetrik olmalıdır. Və təpə nöqtəsi apsis oxunun üzərindədir. YX. Bu mənfi 2'dirsə, təpə nöqtəsinin apsisi mənfi 2, mənfi B böl 2A'dır. Buradan P üstəgəl 1 4 alırıq deyə P olur 3. Deməli funksiyamız x kvadrat üstəgəl 4x üstəgəl 2'dür. İndi parabola apsis oxu üzərindədirsə, diskriminantı 0 etməlidir. 16 çıx 4 2 0'dır deyə 2'nü 4 tapırıq. Bizdən P və Q'nün cəmini istəyir. 3 üstəgəl 4 cavab 7'dir. 27-ci sualda ədədi silsilə verilibdir. S-dərin istəyir və D-ni A13, A10'u verir. Deməli, gəlin ədədi silsilələri bir-bir həll eləyək. Birinci ədədi silsilədə A9, A4 üstəgəl 5D'dir. Buradan 4 üstəgəl 5D 3 elədiyi üçün 5D mənfi 1'dir. Deməli D mənfi 5'də 1 alır. Yəni 1'ə uyğundur C variantı. C getdi. İndi A10 mənfi 2 ola bilməz. A13 18 ola bilməz. Çünki D'si mənfidir. Bu azalmalıdır. Qalır S13'ü hesaplamalıyıq. Burada məncə S13 də buna aid olmayacaq. İkinci ədəd silsiləni həll eləyək. İkincidə A6, A2 üstəgəl 4D mənfi 3'dür. Mənfi 1 üstəgəl 4D mənfi 3'dürsə, 4D mənfi 2'dir. D mənfi 0,5'dir.
Deməli 2-yə aid olur Y variantı. Baxın, burada A10 mənfi 2 yazıb. Bu ola bilər. Yox. Burada da D mənfidir deyə azalmalıdır. Bu da ona aid olmayacaq. B variantı məncə heç birinə aid olmadı. Baxın. Bəli. B variantı getdi. Y variantı da getdi. Qaldı indi üçüncü ardıcıllıq. A5 10'dur. A9 14'tür. Buradan A5 10 üstəgəl 4D 14 yazanda D'ni 1 tapırıq. D'ni 1 tapdıqsa A13 A9 üstəgəl 4D'dir. O da eləyir 18. Deməli 3-cüyə aiddir A variantı. S13'ü də hesablayaq şagirdlər. S13 üçün biz A1 üstəgəl A13 böl 2 vur 13 yazmalıyıq. A1 üstəgəl A13, A5 üstəgəl A9-la eynidir. Çünki nömrələr cəmi eynidir. Bu da 10 üstəgəl 14 böl 2 vur 13. 12 vur 13, cavab 156. D variantı da üçüncüyə aid. Belə. Situasiya tapşırıqlarına baxaq. Şagirdlər bayram şənliyi üçün 15 ədəd göy, qırmızı, yaşıl rəngdə düzgün altıbucaqlı prizma formalı qutu hazırladılar. Bir qutunun yan səthinin açılışı 6/42 ölçülü düzbucaqlıdır. Həcmi bu şərtlər daxilində ən böyükdür. Qutulardan hər birinin oturacağı elə dairə formalı kartondan kəsilib ki, 2 minimum olsun. Bir qutunun həcmini tap. Şagirdlər, indi burada oturacağın tərəfinə A yazsaq, burada 6/42 şəklində düşünsək, həcm bərabərdir. Oturacağın sahəsi A kvadrat kök 3 böl 4 vur H-dır. İndi burada iki variantımız var bizim şagirdlər. Hansıdır variantlarımız? Hündürlüyə 6 deyib, 6A42 yazıb A-nı 7 alır. Bu halda həcm nəyə bərabərdir? 49 kök 3 vur 6 böl 4. Burada ixtisar gedir 3-2. İndi ikinci versiya nədir? İkinci versiya odur ki, yan səthinin açılışı, məsələn, mən hündürlüyü 42 götürüb, 6A-nı 6 götürsəm, burada A1 alınacaq. 1 vur kök 3 böl 4 vur 42. Təbii ki, bu halda daha kiçik alındı. Deməli, biz prizmanın hündürlüyün 6, oturacağının tərəfini 7 düşünməliyik. Yəni, birinci hal daha həcm daha böyük olur. Bu qutunun həcmini artıq hesabladıq biz. 49 kök 3 vur 3 böl 2. Bu da eləyəcək 120, 147 kök 3 böl 2. Səhv hesablamadımsa əgər, amma səhv hesabladım şagirdlər. Nəyi səhv hesablamışam? Baxın, həcm düsturunda A kvadrat kök 3 böl 4 üçbucağın sahəsidir. Mən bunu 6-ya vurmalıydım. Ona görə burada 6-ya vurulacaq, 2 və 3 ixtisar gedəcək. Buradan da 147'nin 3'e vuranda deməli 420, oradan da 21. 441 kök 3 alınır. 29-cu sualda deyir ki, bir qutunun oturacağı hazırlanarkən dairə şəkilli kartonun ikiyə gedən hissəsini tapın. Baxın, biz çevrəni çəkək, dairəni çəkək. Buradan altıbucaqlını kəsdikdə, baxın, altıbucaqlını kəsdikdə, ikiyə gedən hissə bax bu segmentlərdir. Altıbucaqlının tərəfi 7-dir deyə çevrə radiusu elə 7-yə bərabərdir. Mən bu segmentin sahəsini tapmaq üçün, bax bu ikiyə gedən segmentlərin sahəsini tapmaq üçün dairənin sahəsindən altıbucaqlının sahəsini çıxmalıyam. Bu da olacaq pi vur r kvadrat çıx 6 dənə A kvadratı kök 3 böl 4. Bərabərdir. Fikir versəniz kökçü 1/7 verib, pini də 3 verir. Alıram 3 vur 49 çıx. 6 vur 49 vur 1/7 böl 4. Hesablama hissəsini siz hesablayıb cavabı taparsınız. 30-cu suala baxıram. 30-cu sualda yazıbdır ki, əvvəlcədən bizə məlumat verilmişdi ki, 15 dənə, diqqət eləyin, 15 dənə cəmi qutu var.
Yaşıl qutuların sayı göy qutuların sayından 3 dəfə çoxdur. Qırmızı qutulardan bir vahid azdır. Deməli, mən burada nə edə bilərəm? Yaşıl, göy və qırmızı. Cəmisi 15 dənədir. Yaşılın əvəzinə 3 göy yazıram. Göy yazıram. Qırmızının əvəzinə yaşıl üstəgəl 1-dir. Yaşılın da əvəzinə 3 göy yazdım. 3 göy üstəgəl 1. Bərabərdir 15. Deməli 7 dənə göy qutu 14 eləsə, göy qutular 2 dənədir. Yaşıl qutular 6 dənədir. Qırmızı qutular isə neçə dənə olacaq? 7 dənə olur. İndi sual deyir ki, 3'ü təsadüfən seçilir. Hamısının eyni rəngli olması ehtimalını tap. Şagirdlər, burada 15 dənə kürə var deyə, 15 qutu var deyə mümkün hal say kombinizon 15-dən 3'dür. Bu da verir bizə 15 vur 14 vur 13, 1 vur 2 vur 3. 3 15 ixtisar eləyir, 2 14'ü 7. 35 vur 13 alır. İndi əlverişli hal sayı nədir? 3 qutunun üçünün də eyni rəngli olması. Mən yer olmadığı üçün əlverişli hallar sayını buraya yazacağım. Şagirdlər 2 göy qutu var deyə əlverişli hal üçün göyü seçə bilmirik. Ya 6 dənə yaşıldan üçün seçəcək, ya da 7 dənə qırmızıdan üçün. Bu da bizə verəcək deməli 20 üstəgəl 7 6 5 1 2 3 35 55 eləyir. Deməli hadisənin ehtimalı 55 böl 35 vur 13'dür. Baxın burada 5'ləri ixtisar elədim. 11 7 cavab 91'də 11 alındı. Beləliklə bu imtahanın sonuna çatdıq. Növbəti sınav imtahanında, daha doğrusu blok imtahanlarının izahlarında görüşərik. Sağ olun, hər birinizə uğurlar arzulayıram.